Hələ cavanam, nə yaşım var, inşallah tövbə edərəm. Bu və bu kimi kəlmələr şeytanın insan üçün qurduğu ən böyük tərələrdən biridir. Nə qədər insan qocalmadan dünyasını dəyişib. Qəbirstanlığa baxsaq, hələ cavanam deyib, elə cavan ikən ölənlərlə doludur. Əcəl gələndə onu geri qaytarmaq olmur əzizim. Quranın təbiri ilə desək, onların əcəl gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər. Hər gün vaxt keçdikcə sənin ziyanını işləyir. Tövbəni yubatdıqca qəflətən gələn ölümə daha da yaxınlaşırsan. Bəs nə etmək lazımdır? Bir anlıq düşünüb bu suallara cavab vermək lazımdır. Mən hardan gəlmişəm, hardayam və hara gedəcəm? Bu sualların içində həm Allahı tapacaqsan, həm dünyaya boş yerə gəlmədiyini başa düşəcəksən, həm də axirətin olduğuna yəqin edəcəksən. Yetər ki, bir anlıq düşünüb bu suallara cavab tapasan.